Ramazan təkcə orucluq ayı deyil, qonaqlıq ayıdır. Bu sözün çox mənaları var ha. Oturub bu söz haqqında insan düşünə, haralara gedib çıxır. Ramazanı daha da dərindən dərk eləməyə başlayır. Gör Allah məni nə qədər çox istəyib. Bəzən adam özü haqqında fikirləşir ki, görəsən Allah məni çox istəyir, yoxsa yox. Ramazandan bilinir ki, çox istəyir. Çox istəməsəydi qonaq eləməzdi səni. Çox istəyib ki, sən olmusan bugün Allahın qonağı da. Adam böyük bir insanın qonaqlığında iştirak edəndə yerə göyə sığmır. Allahın Ramazan adlı qonaqlığında əgər bir insan bu şərəfə nail olubsa ki, iştirak eləyir, ondan böyük səadət yoxdur. Xoş insanın halına ki, Ramazan qonaqlığında iştirakçıdır. Və Peyğəmbərimiz bir çox ifadələrlə bizə bu həqiqəti anladıb ki, Ramazan təkcə orucluq ay deyil. Məsələn, bir adam oruç tutmur, deyirsən ki, ona, bu sözümə diqqətlə qulaq asın, deyirsən ki, ona tuta bilər ha, məsələn, aşkarda yiyir, içir, tutaq ki, deyirsən ki, ona aşkarda olmaz da Ramazan ayıdır. Deyirək ki, indi orucluq ayıdır da, sən tutursan, mən tutmuram. İndi mən tutmuram, o demək deyil ki, acından ölməliyəm, yeməliyəm də, öz ehtiyacımı təmin eləməliyəm. Deyirsən ki, qardaş, təkcə orucluq ayı deyil, qonaqlıq ayıdır. Qonaqlığın ədəb-ərkanı olur, yoxsa olmur. Qonaqlıqda, ziyafətdə insan çalışır ki, o ziyafətin qaydalarına riayət etsin. Hələ getmişəm orada, nə istəyirəm eləyim, necə istəyirəm oturum, necə istəyirəm durum, yox. Qonaqlığın tələbi var insandan. Ramazanın tələbi, diqqət eləyin, Ramazanın tələbi təkcə oruç tutmaq deyil. Ramazanın tələbi odur ki, sən qonaqlıqdasan, qonaqlıqda olan insan kimi özü apar. Sən elə özü aparırsan ki, elə bir qonaqlıqda deyilsən, öz istəyimin ixtiyarındasan, yox. Ona görə də Ramazan ayında bir adam əgər oruç tutmursa, tuta bilərdi açıq-aşkara orucluğun hörmətini sındırırsa, tutmursa, açıq-aşkara da yiyirsə, içirsə, şəriətdə onun cəzası var. Adam sual verir ki, niyə şəriət mənə cəzalandırır? Deyir, çünki sən qonaqlığın ədəbini pozmusan. Sən bu cür möhtəşəm bir ab-havaya zərər gətirmirsən. Yəni, qonaqlığa orucluq ay kimi baxmayaq, ziyafət ay kimi baxaq. Əgər insan qonaqlığa bu cür baxsa, çox məsələlər həll olacaq. Bax, məsələn, insan açıq-aşkar yeməyəcək, içməyəcək. Deyəcək ki, nə olsun oruç tutmamışam. Amma Allahın qonaqlıq ayındayam, qonaqlıq məclisindəyəm, özümü qonaq kimi aparmalıyam. Ev yiyəsi məndən nə istəyirsə, mən onu da eləməliyəm. Allah hər zaman ev yiyəsidir ya, amma bu dəfə bir başqa cür ev yiyəsidir. Qonaqlıqda görsən, görkəm dəyişir, hər şey dəyişir. Buyurur, məsələn, kafirdir, kafirdir. Ona heç o qədər də hörmətlə yanaşma. Amma deyir, kafir birdən qonağın olsa, ehtiramı nədir? Vacibdir. Hədisdə var, əkremuz zeyf və ləv kana kafirən. Qonaq kafir də olsa neynə? Hörmət elə. Çünki artıq bu kafir deyil, bu qonaqdır sənin üçün. Qonaq olanda münasibət dəyişir. Ramazan ayı Allahın qonaqlıq ayıdır. Allahın bəndəsinə də münasibəti dəyişib. Allah həmişəki münasibətdə deyil bəndəsinə qarşı. Bəndəsinə qarşı tamam başqa cür münasibətdədir. Ona görə də Peyğəmbərimiz bu ifadədən istifadə edir. Söz çoxdur, amma bu sözün üstündə qalmaq istəmirəm. Bəzən bənzədiblər Ramazanı şəhərə. Deyir, Ramazan bir gözəl şəhərdir. Amma bu coğrafi ərazidə yerləşmir. Bu məkanlarda yerləşmir. Bu şəhərdir, zamanda yerləşir. Bir anlıq Ramazana sadəcə ay kimi yox, bir şəhər kimi baxaq. Təsəvvürümüzdə bunu yaradın ki, Ramazan gözəl bir dənə şəhər. Deyir, özdə necə bir şəhər? Çox gözəl qayda qanunu var bu Ramazanın. Çox gözəl ədəb-ərkanı var, adət-ənənələri var. Qəmdən, kədərdən uzaq, sevinc dolu, səmimi bir ab-havası var Ramazanın. Elə bir şəhərdir ki, orada yaşayanlar bilir ki, doğrudan da bu yaşamalı şəhərdir. Adamlar var,
Bir şəhərdə yaşamaq üçün məsafələr qət eləyir gedir, orada yaşasın, oranın qayda qanunları, abı havası gözəldir deyə. Amma bu qədər gözəl qayda qanunla, bu gözəl abı havanla həmin bu şəhər bizə sarı gəlib. Bu, başqa şəhərlərdən bundan fərqlənir. Biz getmirik bu şəhərə. Şəhər özü gəlir bizə ki, gəl mənim abı havamda yaşa. Özü də bu şəhərin tarixi çox qədimdir. Təzə deyil bu şəhər, çox qədimdir. Gedir Həzrəti Adəm Peyğəmbərin dövrünə çıxır. Allah dostlarının qədəm-qədəm bu şəhərdə izləri var. Özü də bu şəhərdə əvvəlcədən Peyğəmbərlər yaşayıb. Sonradan başqalarına da Allah izin verib ki, gəl yaşa. Hədislərdə var ki, Ramazan ayının orucu kimlərə vacib olub? Peyğəmbərlərə. Ramazan ayında Peyğəmbərlərə oruç tutmaq vacib olub. Allah Taala bu ümmətə, Peyğəmbərin ümmətinə, yəni bizə lütf eləyib, Peyğəmbərlərin oruç tutduqları bir ayı bizə nə eləyib? Vacib eləyib. Yəni sən ki, indi burada Ramazanda oruç tutmuşsan, Ramazanda Allahın qonağısan, bu bir zaman bütün Peyğəmbərlərin nəyi olub? O ayı olub ki, bu ayda oruç tutublar. Ona görə Peyğəmbərlər bu şəhərdə yaşayıblar. Sonradan Allah başqalarına da icazə verib. Özü də bu şəhərin yolları, küçələri çox qısadır. Məqsədə insanı tez çatdırır. Yol var ki, uzun-uzadı gedirsən, adam yorulur. Amma Ramazan adlı şəhərin yolları çox qısadır. Adamı tez məqsədə çatdırır. Bu şəhərdə olanlar Allahın qonaqları sayılırlar. Qonağa xidmət göstərərlər də, xidmətçilər də mələklərdir. Mələklər qəbul eləyirlər Allahın qonaqlarını. Elə bir şəhərə qonaq daxil olanda gedirsən, qəbul eləyirsən onu. Mələklər Allah endirir onu yer üzərinə, deyir mələklərim, mənim qonaqlarım gəlir Ramazan adlı şəhərə, gəlin onları qəbul eləyin. Qəbul eləyin, heç xidmətlərində dayanın.